Salam, bizim Səda efirdədir. Xoş gördük sizləri. Diqqətiniz bizdədirsə, onda başladıq. Yadımdadır, qardaşım orta məktəbdə oxuyanda çəlimsiz bir uşaq idi. Anamın da bir nömrəli problemi uşağı necə deyərlər, ətə qana gətirməkdir. Hələ bir dəfə görün nə oldu? Anamla şəhərdən gələn qardaşım az qala dalaşa-dalaşa içəri girdilər. Nə olduğunu xəbər alanda da bu arvad məni hər yerdə biabır eləyirdi. Belə ki, avtobusda yaxın qohumla rastlaşan anam salamdan dərhal sonra keçib qardaşımın çəkisindən şikayətlənməyə. Bütün avtobusdakılar da bilib ki, müəllimənin 7-ci sinifdə oxuyan oğlunun cəmi 36 kilo çəkisi var. Yadımdadır, bizim vaxtımızda çox arıq adamlara biologiya kabinetinin canlı eksponatı deyib cırnadardıq. Hərdən düşünürəm, görən onlar çox arıqdır, ya biz gərəyindən iriyik. Ümumiyyətlə, insanın ideal çəkisi necə və kim tərəfindən müəyyənləşdirilir? Sən demə, bu suallar tək məni yox, hamını. Elə bizim Nərmənazi Elmiranı da maraqlandırırmış. Elə buna görə də bu məsələni özü araşdırmaq istəyib, elə araşdırıb da. Əgər çəki problemi sizin də yaralı yerinizdirsə, onda diqqət ekranlara. Müasir dövrdə ideal çəki sevdası oğlanlı qızlı hər kəsi bürüyüb. Bunun üçün parklarda qaçan kim, pəhriz saxlayan kim, idman zallarına üst tutanlar kim. Hamı ideal çəkiyə sahib olmaq arzusundadır. Mən də bu məqsədlə tırnajora üst tutmuşam. Boyum 1.65, çəkim isə 49-dur. Gəlin görək bu ideal çəki hesab olunurmu? Ümumiyyətlə, ideal çəki dedikdə nə nəzərdə tutulur? Mütəxəssislər insanın ideal çəkisini onun yaşına, boyuna, cinsinə görə müəyyən edirlər. İdeal çəkini hesablamağın isə bir neçə üsulları var. Hesablamaq üçün müxtəlif formullar var, amma pratik olaraq ən rahat formul nədir? Bədən kütlə indeksi hesablamasıdır. Bədən kütlə indeksini hesablamaq üçün nə etmək lazımdır? İnsanın boyunu, deyək ki, 1.65-dir boyunuz, vururuq 1.65-ə və xəstənin mövcud çəkisini bölürük həmin rəqəmə, aldığımız rəqəmə. Bu zaman aldığımız rəqəm, yəni bədən kütlə indeksi, qadınlarda 18-24 arası, bəylərdə isə 19-25 arası olanda biz bu insanları ideal çəkidə, normal çəkidə hesab edirik. Sizin boyunuz 1.65, çəkiniz 49-dur. Bu çəki əgər sizə yaraşırsa və güzgüyə baxanda özünüzdən razısınızsa, çəkinizdən ki, mən arıq deyiləm və yaxud da kök deyiləm, mənim çəkim normaldır, demək bu yaxşıdır. Əgər baxıb güzgüdə özünüzə deyirsinizsə, mən arığamsa, demək siz bilirsiniz ki, bu çəki sizə yaraşmır, özünüzdənsə yaraşdırmayan nəsə tapırsınız deyirsiniz. Əslində, insanın boyuna uyğun çəki olmalıdır deyəndə, xeyr, o sıradan insanlara aid deyil. Sənə hansı çəki yaraşırsa, 1.70-ə yaraşır, məsəl üçün, öz normada çəkin. Baxırsan, deyirsən, mən arıqlıyım, onun 50 kiloqram olum, 55 kilo. Amma fikirləşmirsən ki, arıqlayan zaman bədəndə müəyyən hissə formalar var, bədən forması itəcək. Və yaxud da lazım olan yerlər boşalacaq, üz yanaq batacaq, gözünün altı içəri girəcək. Bu sənə yaraşmayacaq. Amma fikirləşsən ki, bu idealdır, mənim boyuma uyğun çəkidir. Boyu 1.58, çəkisi 51 kilo olan Əfsanə Səmədova da fitness salonuna tez-tez gəlir. Əslində, hazırki göstəriciləri normal olsa da, bununla kifayətlənmir. Mən bura gəlmişəm öz ideal çəkimi qoruyub saxlamaq üçün, formada qalmaq üçün. Əsasən bilirsiniz niyə? Yəni, yaş öz sözünü deyir də, insan yaşa dolduqca bədən forması pozulur. İdmanla da yanaşıb qidama fikir verirəm. Yəni ki, gün ərzində qidalanma düzgün olmalıdır. Bir də ki, əgər arıqlamaq istəyirsənsə, arıqlamağın 30% idmandırsa, onun 70% düzgün qidalanmaqdır. Məşqçi Kamil Zeynallı isə hesab edir ki, ideal çəki nisbi anlayışdır. Hər hansı bir norma təyin etmək düzgün deyil. İdeal çəki deyəndə hər kəs birinci onu fikirləşir ki, mənim boyum neçədir və çəkim neçə olmalıdır. Əslində, bu bir tərəfdən doğru bir fikirdir ki, insan öz normalarını bilməlidir. Bir tərəfdən də səhv fikirdir ki, ona uyğun hərəkət edirlər. Çox adam özünü o ideal çəkiyə uyğun olaraq həm arıqladır, həm kökəldir, həm digər nəsə. Amma onu deyim ki, bu ideal çəki daha çox boya və bədənə uyğun modellərə məsləhətdir. Model biznesi ilə məşğul olan şəxslərin fikrini də öyrənmək istədik. Məlum oldu ki, model olmaq niyyəti ilə müraciət edənlərin sayı çox olsa da, onların bədən ölçüləri mövcud kriteriyalara cavab vermir. Müxtəlif çəkilərdə gəlirlər. Həm az çəkidə, həm çox çəkidə. Ümumiyyətlə, biz düzdür, normal çəki insanlar keçir, normal olmayanlar keçmir müsabiqələri və s. Amma çəki normalda, belə deyim, əvvəllər dünyada bu qanunlaşdırılmış formaydı. Amma indi elə deyil. Dünyanın tanınmış modellərinə baxsaq, biz görərək ki, o çəki, o formatda deyil. Amma dünyanın bir nömrəli modelləri.
Çəki düzü lazımdır insanın gözəl görünüşünə görə və s. Çəki normal olmalıdır. Boy məsələn belə deyək də, xanımlarda 72-dirsə, çəki olmalılarsa 45, 42. Harca xanımlarda 1.20 çıxılır. Yəni boya nəzərən 1.20 çıxılır. Amma bəylərdə isə 1.10 çıxılır. İdeal çəkiyə sahib olmaq sizə elə də asan gəlməsin. Həftələrlə davam edən pəhrizlər, ağır fiziki hərəkətlər, plastik əməliyyatlar, daha nələr. Amma mütəxəssislər hesab edir ki, ideal çəki əslində insanın özünü rahat hiss etdiyi çəkidir. Əgər ölçülərin səni qane edirsə və bu səndə pessimist deyil, əksinə özünə inam hissini artırırsa, bunun nəyi pisdir? Ümumilikdə isə əsas olan sizin sağlamlığınızdır. Çəkinizdən asılı olmayaraq hər zaman sağlam qalmaq diləyi ilə Elmira Manaplı, Ziya Allahyarov, Lider TV. İndi haqqında danışacağımız sıradakı sujet yəqin ki, sizlər üçün də çox maraqlı olacaq. Bədən dili. 100% olmasa da 99% nə dediyimi başa düşmədiniz. Hətta bu nə deməkdir? Fikirləşib qaşlarınızı çatıb çiyinlərinizi də çəkdiniz. Bax, elə söhbət də sizin təəccübünüzə, heyrətinizə, marağınıza səbəb olan məsələləri hərəkətlərlə reaksiya verməyinizdən gedir. Məsələn, danışarkən üz mimikalarımız, ona uyğun əl-qol hərəkətləri etməyimiz özü belə bədən dilinə aiddir. Əgər kim desə ki, mən əlsiz, qolsuz danışa bilib, yəni hərəkətsiz fikrimi izah edə bilirəm, eşidin, amma inanmayın. Çünki bu sizin özünüzdən deyil, bədən dilinizdən asılıdır. İnsanlara düşüncələrimizi, fikirlərimizi çatdırmaq üçün jest və mimikalar, əl-qol hərəkətlərindən istifadə edirik. Bu əsasən bədən dili adlanır. Amma deyəsən bəzilərimizin bundan xəbəri yoxdur. Bəlkə yoxlayaq, bədən dili barədə hər hansı bir məlumatın var? Bədən dili yox. Kimi hansı hərəkətinə görə tanıyırsan ki, bu hərəkət məhz həmin insana xasdır? Bəlkə göz hərəkətinə görə ya da gözün baxışına görə, yəni belə bir şey, yəni utandığına görə bəlkə. İçəri girəndə qışqıra-qışqıra girən bir dostum var. O səsi gələn kimi tanınırdı. İnsanların danışarkən üzlərindəki əzələ hərəkətləri mimika, əl və qollarla etdiyi hərəkətləri isə jest adlanır. Jestlər və mimikalar birinci siqnal sistemi hesab olunur. Ona görə də bizim jest və mimikalarımız bəzən sözlərimizdən daha çox informasiya verir. Əminəm, bu hərəkətləri oxumağı öyrənmək üçün səbirsizlənirsiniz. Odur ki, diqqətli olun. Mütəxəssislərin fikrinə görə bədənin ümumi duruşundan, gövdə və baş, ayaq və əl hərəkətlərindən insanları anlamaq olar. Bir insanın qoluna bu şəkildə vurma və ya dirsəyindən tutma yenə dəstək bir mexanizmasıdır. Və ya başqa bir yönünə gəlsək, tutaq ki, insan danışarkən bədənin bu hissələrini əlini uzatması, üzünə nahiyəsindən çox əlini uzatması özünə inamsızlıq, gərginlik və stressdən xəbər verir. Məsələn, elə insanlar var ki, onlar daha çox bu tipdə ünsiyyət qurmağa çalışırlar, yəni barmaqla işarə edirlər, barmaqla geri qaytarırlar falan. Bunlar daha çox dəqiqlik axtaran insanlardır hər bir şeydə. Bədən dilinə görə ayaqların birləşdirilməsi və çarpazlaşdırılması həyəcanın və gərginliyin, üst-üstə atılması isə özünə güvənin göstəricisidir. Ən çox diqqət çəkən və çətin başa düşülən ifadələr isə üzdə, xüsusən də gözlərdə olur. İnsanın duruşunun belə önəmi var. Elə insanlar var ki, onlar çiyinlərini bükmüş şəkildə gəzirlər. Biz hətta onları sual işarəsi formasına bənzədirik. Yəni, o tip insanlar özünə güvəni olmayan, özünə güvəni aşağı olan, bəzi hallarda digərlərini özündən üstün tutan insanlardır ki, biz onları bu cür xarakterizə edirik. Və ayrıca da baxsaq ki, elə insanlar var ki, məsələn, oturarkən daim bu şəkildə poz alırlar. Bu da daha çox özünü gizlətmə, az informasiya vermə və ya bu şəkildə oturma pozası var ki, daha çox prinsipial, öz mövqeyini yeritmə. Bax, bunlar hamısı təbii ki, bu tip şeylərə işarədir. Sevinc və xoşbəxtlik ağızdan, əsəbilik qaş və dodaqlardan, heyrət və sürpriz isə gözdən oxunur. Gözə baxma marağı ifadə edir. Bədən dilinin ən maraqlı məqamlarından biri də salamlaşmadır. Dövlət rəhbərlərinin salamlaşması isə həmişə diqqət mərkəzində olub. Bugün də belədir. Əllərin öndə birləşməsi qapalılığı, əllərin arxada birləşməsi isə özünə inamı göstərir. Əllər yana açılıbsa, deməli belə insanlar sərbəstlər. İki əlli salamlaşan insanlar isə xoş gördük. Dürüst, etibarlı insanlar sayılırlar. Bədən dili dövlət başçılarını yalnız salamlaşmada deyil, danışıqlar zamanı, mətbuat önündə də ələ verir. Onların bədən dillərini şərhsiz olaraq sizə təqdim edirik. Aleyla, həkimdən müsahibəni aldın?
Həkim yox idi. Əgər hər hansı bir tanışınız əlini ağzından bu vəziyyətdə tutub danışırsa, əmin olun 99,9% yalan danışır. Elə mənim kimi. Bədən dili insanların böyüdüyü məkana və ictimai ətrafa görə dəyişir. Fərqli faktorların təsiri altında formalaşan bu dil ünsiyyətdə olduğu insanların davranışına görə də dəyişə bilir. Leyla Abbasova, Rəşad Məmmədov, Lider TV. Gərək ki, belə deyirlər. Sən mənim ayaqqabımı geyinə bilərsən, amma yerişimi yeriyə bilməzsən. Nədənsə bu misaldan çox xoşum gəlir. Bu sözə məcazi deyil, hərfi mənada yanaşsaq, doğrudan da bəzən bizə elə gəlir ki, heç kimin diqqətini çəkmirik, heç kim bizə fikir vermir. Ancaq birdən elə bir vəziyyət, situasiya yaranır ki, istər-istəməz ətrafdakıların diqqətini cəlb edirsən. Məsələn, bilirik ki, diktaban ayaqqabı qadının yerişinə, eləcə də qəd-qamətinə xüsusi gözəllik verir. Əlbəttə ki, bu söz topuqlar üzərində gəzməyi bacaranlara aiddir. Amma elələri də var ki, özünü göstərmək üçün ayağına diktaban geyinir və yerişini itirib at kimi gəzmək məcburiyyətində qalır. Deyən gərək, axı nə məcburdur? Olmaz ki, elə üstündə gəzə biləcəyin bir ayaqqabını geyinəsən. Nəysə. Sözümün canı başqadır. Yəqin ki, küçədəki insanlara fikir vermişsiniz və hər kəsin özünə məxsus yeriş tərzi olduğunu da görmüsünüz. Bəs heç bilirdinizmi ki, niyə hərə bir cür yeriyir? Elə isə Türkan desin, biz də eşidək. Uzaqdan kiminsə yerişini müşahidə edərkən belə onun xarakteri haqqında müəyyən fikirlər söyləmək mümkündür. Heç bilirdiniz, yerişiniz xarakterinizdən xəbər verir? Yerişlər insan hətta xarakterini müəyyən edir. Hə. Məsələn, ağır yeriyən insanın xəstəsi ağır olur. Məsələn, tələskən olur, əsəbi olur. Məsələn, siz necə yeriyirsiniz gəzənlərdə? Mən biraz pes-pes. Siz necə, yerişinizdən razısınız? Hə, razıyam. Caca əməstəm. Pes-pes. Mən düz. Bəs tələsən zamanlarda? Yenə düz yeriməyimi itirmirəm. Mən yıxla. Baxır, getdiyim yerə. Və zamana baxır. Məsələn, dərsə gecikirəmsə tez yeriyəcəm. Gecikmirəmsə asla yeriyəcəm. Hər bir insan özünün xarakterinə uyğun, özünün təbiətinə uyğun bir yeriş sərgiləyir. Belə deyək də, özünə əmin olan insanlar, öz ayaqları üstə dura bilən insanlar, uğurlu insanlar daha çox, yəni belə deyək də, aşağı baxaraq yeriməyə üstünlük verirlər. O insanlar öz hədəflərini artıq bilirlər. Belə deyək də, yerlənə çox rahat şəkildə yeriyən insanlar isə həyatda heç bir şey problem eləməyən, özünün ehtiyaclarını belə özləri ödəməyə çalışan insanlardır ki, onlar başqalarından deyil, özünə inanan insanlardır. Addımlarını sakit, ağırlığını isə barmaqlarının ucuna salan adamlar diqqət mərkəzində olmağı sevmirlər. Onlar qapalı, qəmgin olurlar, ünsiyyət qura bilmirlər. Əllərini yelləyərək gəzən insanlar enerjili görünsələr də, onlar adətən məqsədyönlü insanlar sayılmırlar. Yerişi rəqsi xatırladan birinə inanmaq olmaz. Belə adamlarda ciddiyyətdən əsər əlamət yoxdur. Çox söz versələr də sözlərin üstündə heç vaxt dura bilmirlər. Onlar daim əyləncə axtarışında olur və əyləncə obyektlərini tez-tez dəyişdirirlər. Ağır yeriş, əllərin hərəkətsiz aşağı sallanması isə adamın iradəsinin zəifliyindən xəbər verir. Sağa sola baxaraq addım, yəni yeriyən insanlar əksər hallarda bu xanımlara aiddir. O insanlar öz mənfəətləri üçün yaşayan insanlardır, pozitiv insanlar. Onlar daha çox tələsərək yeriməyə meyl edən insanlardır. Hansı ki, onlar daima hərəkətdə olmaq, pasiv olmağı sevməyən insanlardır ki, onlar daima, hətta onların yerişlərində belə biz onu hiss edə bilirik. Buyurun. Xırda iti addımlayanlar isə ətrafdakılara heç də xoş təsir bağışlamır. Onlar qapalı, ünsiyyəti sevməyən və çox deyingən olurlar. Təmkinli yeriş isə əksinə, emosiyalarını idarə edə bilən ciddi, sadiq kimlikdən xəbər verir. Yay-qış fərqi olmadan il boyu əlləri cibində gəzən insanlar isə özünə və ətrafdakılara qarşı tənqidi olurlar. Elə mənim kimi. Özünə əmin insanlar dik yeriyir və addımlarını cəld atırlar. Bir növ hoppanaraq gəzənlər isə xoşbəxt adamlardır. Bir qədər qabağa əyilərək yeriyənlər isə sadiq insanlardır. Bu yeriş həm də həmin insanın nəzakətli və mehriban olmasından xəbər verir.
Amerikalı alimlər isə insanın yerişi ilə onun ömrünün uzunluğu arasında birbaşa əlaqənin olduğunu müəyyənləşdiriblər. Təndimə tez-tez yeriyən insanlar ləng yeriyənlərə nisbətən daha uzun ömürlü və sağlam olurlar. Ləng yeriyən insanların yerişi isə onların sağlamlığında ciddi fəsadların olduğundan xəbər verir. Yerişlərin formalaşmasına insanların peşələri də təsir göstərə bilir. Rəqqasların, modellərin, hərbçilərin yerişlərinə heç fikir vermisiniz? Bəs məşhur Hollywood aktrisası Marilyn Monroe'nun yerişini tənzimləmək, formalaşdırmaq üçün nə etdiyini bilirsiniz? Sən demə, bu özünə məxsus işvəli nazlı yerişi əldə etmək üçün milyonların sevimlisi ayaqqabılarının onsuz da incə topuqlarını biraz da yondururmuş. Ümumiyyətlə, insanların barmaq izləri kimi yeriş tərzləri də təkrar olunmazdı. Amma unutmayın, əsas yeriş tərzi deyil. Təki seçdiyiniz yol doğru düzgün yol olsun. Türkan Mahmudova, Elşad Məmmədov, Lider TV. Təbiət, bizi əhatə edən aləm, həyat öz axarı ilə gedir. Ta ki, insan faktoru ona müdaxilə edənə qədər. Ancaq bu təsirdə iki formada özünü göstərə bilər. Biri var, təbiətə qulluq edərək, onun verdikləri nemətlərdən bəhrələnərək. Biri də var, sabahını düşünmədən bəxş olunanları, necə deyərlər, çapıb talayaraq. Biz də övladlarımıza qamətli ağaclar, yamyaşıl meşələr, təmiz hava, təmiz su, tullantısız bir şəhər qoyub geçsək bəyəm pis olar? Hələ mən canlı aləmdən danışmıram. Quşlar, heyvanlar da bizim sərvətimizdir. Onları da qoruyub saxlamağı bacarmalıyıq. Bugün faunamıza diqqət etsək, elə heyvan, quş növləri var ki, onlardan geriyə qalan yalnız dərsliklərdəki adlarıdır. Əməkdaşımız Nurlan da bizə ağbağ adlanan bir quşdan, daha doğrusu bu quşun tarixçəsindən söz açacaq. Gəlin bir yerdə izləyək. Quşlar təbiətə xüsusi gözəllik və harmoniya qatır. Bəzilərinə saatlarla tamaşa etsən belə yenə də kifayət etmir. Belə gözəl və qeyri-adi quşlardan biri də böyük ağbağdır. Onun nazik ayaqları, uzun dimdiyi və ziqzaqvari boynu bu quşu daha da fərqləndirir. Pambıq kimi ağ rəngi və uzun lələkləri olan ağbağ əsasən su hövzələrinin kənarında yaşayır. Böyük ağbağ təbiətdə rast gəlinən ən nadir və ən gözəl heyvanlardan biridir. Bu quş şaxə qalxdıqda və tam sərbəst olduqda onun ümumi uzunluğu 1 metrə qədər olur. Onun yaşama arealı isə Amerika, Avropa və Afrika qitəsindəki su hövzələrinin kənarıdır. Bu quşların göl və digər su hövzələrinə yaxın yerdə məskunlaşması təsadüfi deyil. Bağlar suda yaşayan canlılarla qidalanırlar. Bu işdə ona uzun nazik ayaqları və dimdiyi kömək olur. Uzun boynu ilə başını suyun dərinliklərinə salıb qida tapa bilir. Digər quşlardan fərqli olaraq o ot yemir. Bunlar elə bir quşlardır ki, çox zərif quşlardır. Nəyisə düz olmayanda, nəsə düz baxılmayanda sözsüz ki, quş ölür. Yəni çox zərif quşdur. O biri quşlardan da fərqi odur ki, bu daha o biri quşlardan zərifdir. Yəni ki, stresə düşəndə ölə bilər, stresdən xəstəliklər ola bilər. Ona görə biz çalışırıq ki, insanlar çox təmasda olmasın oyunun. Çünki ən çox stresə düşəndə quş yemək yemir, xəstələnir, ölür. Ümumi görünüşü dumağ kimi görünsə də budu və baldırları qismən sarı olur. Bağların sarı dimdikləri cütləşmə dövründə öz rəngini boz və ya qara rəngə dəyişir. Həmin ərəfədə erkək fərdlərin tüklərində belə rəng dəyişikliyi baş verir. Ağbağlar yuva qurarkən daha çox qamışlığa üst tutur. 3-4 bala verir. Cəmi bir ay müddətində balalar ayrılır və sərbəst yaşayır. Bakı Heyvanat Parkında da bir ədəd ağbağ var. Onu küçədən keçən adi bir vətəndaş tapıb və heyvanat parkına təhvil verir. Düzdür, ağbağ bir qədər xəstə və cansız görünür. Amma inanın ki, vəhşi təbiətdə o çox sünkar bir görünüşə malikdir. Xüsusilə erkəklərin lələkləri uzun və oynaq olur. Ağbağ çox astacəl quşdur, lakin uzun və enli qanadları ilə havada çox gözəl süzür. Heyvanat parkına yenicə gətirilən bağın qanadlarının lələklərini kiminsə kəsdiyi ehtimal olunur. Bakı Heyvanat Parkının əməkdaşı Samir Məmmədov deyir ki, quş təbiətdən gəldiyi üçün hələ ki heyvanxana şəraitinə uyğunlaşmayıb. Həmçinin çox ürkək quş olduğu üçün insanlardan da uzaq tutulur. Dərhal adaptasiya dövrünə keçmək üçün ayrı bir yerə yerləşdirdik. Gördüyünüz kimi ayrı bir balyerdə yaşayır.
təbiətdən gəldiyi üçün biz ona təbiətdən elə qidalanır, ondan başladıq verməyə. Məsələn, sadəcə balıqdır, xırda xərçənglərdir. Belə özü yemədi, başladıq məcbur yedizdirməyə. İndi hal-hazırda yavaş-yavaş müsbətə doğru gedir. Bəli, təbiət məhz belə heyvanlarla gözəldir. Ancaq mütəxəssislərin fikrincə, ağ vağın da nəsli sürətlə azalmaqdadır. Təbiəti, onun gözəlliklərini qorumaqsa bizlərin üzərinə düşür. Nurlan Vilayətoğlu, Nurlan Şahbazov, Lider TV. Bax belə, bədəninizin dilindən də xəbəriniz oldu, ideal çəkinizdən də. Ağ vağ quş haqqında isə Nurlan sizə ətraflı məlumat verdi. Yol gedərkən təsadüfən qarşınıza heç xoşlamadığınız biri çıxsa, yolunuzu dəyişə və yaxud da addımlarınızı sürətləndirə bilərsiniz. Amma nə badə yerişinizi dəyişəsiniz. Unutmayın ki, yerişiniz həm də sizin xarakteriniz deməkdir. Bizdən isə bu qədər. Sağ olun, salamat qalın. Hə, başladıq. Ay, yıxıldım. Bayaq ki, alındı. Başlayanda deyərsən. Başımı itirdin, Başımı itirdin. Hələ bir dəfə də oxuyum. Elə biləm çaşacam. Qaşlarınızı. Belə çatanı pis görsənir.